Yox həyatım, ədaləti yazdı mənə bu qisməti. İlk günümdə ilk ayrılıq, yalanlarla yaşayıram həqiqəti. Bu yaranı kim saracaq? O bir ömür dərd olacaq. Tanıyıda bir ürəkdə iki dünya yaşanacaq. Bu yaranı kim saracaq? O bir ömür dərd olacaq. Axı necə bir ürəkdə iki dünya yaşanacaq. Sen sağsan. Dokunma mənə. Ne olur, öldürmə məni. Kemal'im benden korkma. Bilirim benden zəylən gedir. Ama ben öğrenmişim, uşaqlarımız sağdır, ölməyiblər. Doğrudan ölməyiblər. Yox, ölməyiblər, yaşayırlar evlatlarımız. Hə? Amma bak sen bana inanmadın. Ben uşaqlarımı mütləq tapacağım. Yalvarırım sənə. Öldürmə beni. Ben seni hiç öldürmək istəyərəm. O vaxt əsəb olmuşam. Ne elədiyimi bilməmişəm. And olsun ki, mən səni vurmaq istəmirdim. Qurban olum, bağışla məni. Yalan danışma. Sen həmişə məni öldürmək istəmişsin. Nail həmişə məni qoruyub. Olmasaydı sen beni çoktan öldürmüştün. Dəniz, ne olar mənə bağışla da. İcazə ver, səhvimi düzəldim də. Aylin, bilmədən səhv eləsəydin mən səni bağışlayardım. Amma belə vəziyyətdə sən qəsdən eləmirsən, mən səni necə bağışlayayım, hə? Yeyniyim, özümdən başqa heç kəs fikirləşə bilmədim də. Sevgim, hirsim, hamısı gözümü tutdu. Amma mən səhvimi başa düşmüşəm də. Yəni əsas odur ki, səhvi bir də təkrarlamayasan. Dəniz, bax, söz verirəm. Bir də məndən belə hərəkətlər görməyəcəksən. Səni çox istəyirəm, istəməm səni itirim. Yenə mənim bacım ol. İndi Mirvari xanım mənə desin görək. Əgər mənim atam sonsuzdursa, mən bu xaraba dünyaya necə gəlmişəm? Bu nə deməkdir? Axı problem məndə idi, Naildə yox. Deməli sizin oğlunuz olduğumu? Deməli sizin oğlunuz olmadığını boynuna alırsan, ha? Uzun illər mənə yalan danışdı. Uzun illər məni aldatdı. Məni bədbəxt elədi. Bu dəqiqə mənə heç nə maraqlı deyil. De görüm mən kimin oğluyam? Kimdir bu qadın? Tanımıram, bilmirəm kimdir. Yaxşı bilirsən kimdir, adı Nazlıdır. Mənə deyir ki, əkizlənə biri sənə verib.
İndi mənə izah elə görün mən kimin oğluyam, sənin oğlun deyiləm. Bu qadın nə danışır? Sən mənim oğlumsan. Səni mən dünyaya gətirmişəm. O yalan danışır. Ona inanma oğlum. İnanmayayım, hə? Bəs sübutu varsa? Sübut? Nə sübut? Ola bilməz. ...94-cü il 14 oktyabr. Həkim məni sənə satıb. Sən də məni almısan. Nə oldu? Getir değil, ne şerefsizliği alçak. Bana dediler ki sen de atamına göz gitmişsin. Ona göre sen senin kızın intikam olmak istedin. O bilmedi ki benim doğma kızım ne? Sen beni sakit ol. Sakit ol. Batsın oğlu özünden insaflı çıktı. Kıza hiçbir şey elemeyip. Sen nece atasın ha? Nece adamsın ha? Nece atasın? Ellerini götür. Sahip benim. Kimdi bunlar sahip? Deniz'in atasıdır. Batsı oğluna tapşırıp ki Deniz'i kaçırsın. Sonra da başına ikili oynatsın. Sahip bu kadın ne danışır? Güya benden qisas almaq istəyir alçaq. Rədd olun buradan. İkiniz de rədd olun evimden. Deməli Yunis'in atası sizsiz. Hə, atam xala. Atamdır. Bu barədə kiməsə desən, Deməli heç kəs bilmir, hə? bilməyəcəkdi. Siz necə atasınız? Sən necə anasansa, mən də elə atayam. Siz utanmadınız. Bu yaşda uşağı tək qoydunuz. O hər gün sizin yolunuzu gözləyirdi. Götürüb aparacam. Uşağımı sənə verəsi deyiləm ki. Siz əvvəl fikirləşin, siz ailəvizdə nə deyəcəksiniz? Sonra apararsınız. Bura bax, sənin artistliyin keçməz. Əgər bu barədə bir kəlmə də olsa kiməsə desən, sənin üçün pis olacaq. Eşitdin məni? Ata! Ata, hara gelsən? Ata! Sen ne danışırsan? Bizim Nail? Bütün bu iller boyu Nail'in yanında olmuşam. O beni koruyup. Seni öldüreceğimi o deyip sen ha? He. Alçak. Başkasından gözləyərdim ama Nail'den heç vaxt. Seni vuranda da yanımda olub. Qəbrini də bir yerdə gedib ziyarət eləmişik. Bu neçə il ben sana göre evden bayıra çıkmamışım. Gün ışığının ne olduğunu, seherin necə açıldığını, akşamın necə düştüğünü bilmemişim. Ben de elə bilirdim Nail mənə dəstək olur. Sən demə, heç nə hiss edəməyim deyə həmişə yanımda olub. Demek bize oyun oynuyor bu. Necə oynayıbsa, ikimizi de inandırıb. And olsun ki, mən səni vurmaq istəməmişəm. Bu neçə illər vicdan əzabı çəkmişəm. Bu neçə illər mən də sənə nifrət eləmişəm. Kulağıma her dere ses gələndə kapı döyüləndə kaçıp gizlemişim ki Rafael indi mən öldürəcək. Səni bıçaqla vuran günü
Seni de özümü de öldürmüştüm. Bugün seni gördüm, tezden doğuldum. ...22 ilimi bir səhvimə qurban verdim. Qalan ömrümü daha heç kimə qurban verməyəcəm. Kemal, gedək öz evimizə. Uşaqlarımızı bir yerdə axtaraq, hə? İllərlə utandım. Əziyyət çəkdim. Sonsuz olduğumdan utandım. Nailə yazığım gəldi. Amma sən demə yazıq olan mənmişəm. Bu xarabada bir dənə aldanan adam varsa o da mənəm. Siz mənim həyatımı əlimdən aldınız. Elə demə oğlum. Elə demə. Ne olur mənə oğlum demə. Demə mənə oğlum. Nemət. Nemət. Səni dünyaya mən gətirməmişəm, doğrudur. Amma sən doğulandan mənim qollarımda böyümüsən. Gecələr səhərə kimi sənə laylay demişəm, baxmışam. İlk addımında sən mənim əllərini tutubsan, Nemət. Sən mənə cavab ver. Mən kimin oğluyum? Sən də mənim kimi yanacaqsan, Nail. Sənə sual verirəm. Uşaq evindən götürmüşsünüz məni? Yox. Yaxşı, bəs onda kimin oğluyam mən? Ne olar dedə, kimin oğluyam mən? Rafael'lə Kemalənin. İndi mən nə qədər desəm də mənə haqq qazandırmaz. Günahkaram. Sonsuz olmağı mən özüm seçmədim. Atanla illərlə nə qədər ümid eləsək də uşağımız olmadı. Nə qədər çox istəsəm də mənim heç vaxt uşağım ola bilməzdi. Atam mənə təsəlli verdi. Uşaq götürək. Doğma övladımız kimi böyüdək dedim, mən də razılaşdım. Hanı ata? Niyə yoxdur yanımızda? Atanla bura köçdük. Qohumlara yalandan hamiləyəm dedim. Oğlum, mən səndən nəfəs alıram. Sən mənim həyatımsan. Sən bilə-bilə ki, mənim valideynlərim sağdır. Niyə bunu elədin? Hı? Onların sağ olduğunu mən bilmirdim. Bil, sağdılar.
Atamın adı Rafael, anamın adı Kemalə. Hər şeylərin Nail nəsibidir. Oğlum, mən səni heç kəsə vermərəm. Sən mənim oğlumsun. Hamısı sənin günahlarında. Əgər sən yaxşı ana olsaydın, uşaqların bugünə qalmazdı. Pis anayam. Uşaqlarıma tərbiyə verə bilməmişəm. Verə bilməmsən. Gələrdin özün tərbiyə verərdin. Söhbətlərinizdən gedir. Qızın sənə öz dərdini deyə bilmir. Mən qızlarımın problemləri ilə maraqlanıram. Yaxşı maraqlanmamsan. Nə vaxt baxırsan, Səhər xanım iclaslardadır, təşkilatlardadır. Heç olmasa bir dəfə də ailənin yanında ol. İnsanlar milyonlar tökürlər ki, heç olmasa bircə dənə övladı olsun. Sənin 2 övladın var. Sən bu qədər var dövləti görmürsən? Otur, fikirləş. Mən ürəyimdə həmişə hiss eləmişəm ki, sən əclafsan. Ürəyin doludur, aç boşaldı. Mənim üçün oyun oynama burada. Mən Rafaelin oğluyam. Sən mənim atam deyilsən. Bilirsən Nail, bunu biləndə 1 qram da pis olmadım. Sənin kimi bir atanın oğlu olmamaq mənim üçün şərəfdir. Yaxşı ol belə sonsuz olmusan. Eşidirəm. Hə. Qayıqla. Yaxşı. Gəlirəm. Gəlirəm. Gözümlə görməsəydim, heç vaxt inanmazdım ki, Nail qorxub qaçır. Qaçmıram. Müqəddəs insanların həyatını məhv elədiyim üçün vicdan əzabı çəkərək gedirəm. Vicdan əzabı çəkəcək sənin çox şeylərin var. Ailəm bildiyim məhfumu qorumaq üçün əlimdən gələn elədim. Bəli, mən hər şeyi elədim. Amma qorumaq istədim. Bunu eləyə bildim. Bu qədər. Mən səndən təhlükəli vaxtlarında, oyunlarında sənin yanında oldum. Amma sən məni aldatdın. Mən də sənin qədər təqsirkaram. Bilirsən niyə? Ona görə ki, sənin oyunlarında iştirakçı oldum. Bilərəkdən, bilməyərəkdən. Biz öz dostlarımıza xəyanət elədik. Az qal onları məhv elədik. Amma ondan sonra evimizin dinçliyi də pozuldu. Şübhə, qorxu içində yaşadıq. Hələ niyə mərd? Hər gün ölüb dirilirdim ki, onu gəlib mənim əlimdən alacaqlar. Nail, sən bizim hamımızı bədbəxt elədin. Bağışla. Bacarırsansa bağışla.
Həmişə bu ev məni özünə çəkib. Bu evi təzə tanımışam, amma həmişə mənə doğum olub. Heç ağlıma gəlməzdi ki, mən bu evdə doğulmuşam. 22 il mən yalanla böyümüşəm. Başqasına ata-ana demişəm. 22 ildir məni də aldadıblar. Amma həmişə bu yadlığı hiss eləmişəm. Mən bu gün öyrənmişəm ki, Naillə Mirvari mənim əsl ata-anam deyil. Sən də mənim də ata-ana dediyim özümünkülər deyilmiş. Heç olmasa bilirsən kimdir doğma ata-anan? Hə, bilirəm. Bəs sən? Onun üçün mən buradayım. Rafaelin əkiz oğlanlarından biri sənin və mənəm. Sən Rafaelin oğlusan? Mən də Rafaelin oğluyam. Kardeş. Demək? Bugünə kimi siz Səhəri bir sərt qadın kimi görmüsünüz. Amma əslində Səhərin sizə göstərmədiyi üzü də var. Özümü tanıyandan, mediadan, mətbuatdan qorxub gizlənmişəm. Ona görə də ailəmi unutmuşam. Əslində bizə əhatə eləyən insanların çoxsu belədir. Qızımın cehizinə söz gəlməsin deyə kreditə girib bahalı mebel alırıq. Bəziləri də mənim kimi vəziyyətdən utanıb öz qızlarını gizlətməyə çalışırlar. Əslində biz bütün insanları olduğu kimi qəbul eləməliyik. Natəvan xanımın pulu azdı deyə ona alçaltdım. Ona yuxarıdan aşağı baxdım. Amma o da mənim kimi bir qadındır. O da anadır. Bizi birləşdirən qızlarımızın səhv düşməyidir. Natəvan xanım, sizə elədiyim haqsızlıqlara görə mən sizdən üzr istəyirəm. Sizə alçaltdığıma görə məni bağışlayın. Səhər düz eləmədi. Niyə? Ailəsini qoruyur. Özünü alçatdı. Şəxsən mən onun yerinə olsaydım, heç vaxt bağışlamazdım. Heç dəyişməmişsən. Sahib, bundan sonra yanımda olsan da, olmasan da, mən sən istədiyin Səhər olmağa çalışacağam. Səndən üzr istəyirəm. Məni bağışla. Salam aleyküm.
Salam. Nail Nəsibli lazım idi. Yoxdur. Paltarına yığışdırıb çıxıb getdi. Hara getdi? Bilmirəm. Hara getdiyini demədi. Şəhərin bütün giriş çıxışlarını bağlayın. Firdos, sən burada qal. Siz dalımıza. Bugün mənim həyatımın ən gözəl, həm də ən pis günüdür. 22 ildir məni aldadıblar. Cavanlığım boş-boşuna türmədə keçib. Qardaş dediyim adam məni kürəyimdən vurub. Həyatımı alt-üst edib. Sənin hər şeydən xəbərin vardı, ha? Biz əslində söhbəti bilirdik, amma bilmirdik sənə nə cür deyək. Deməyə ehtiyac qalmadı. Mən hər şeyi öz gözlərimlə gördüm. Mən çox sevdiyim qadını öldürmüşəm deyə hər gün yaşaya-yaşaya özüm də ölürdüm. Sən demə Kəmalə sağ imiş. Dostum sağ olduğunu məndən gizlədib. Kəmalə sağdır? Yəni, o ikizləri dünyaya gətirən qadın sağdır, ha? Hə, Nimət. Sağdır. O buradadır. Kəmalə. Tanış ol. Nimət, Davud. Mənə oğul əvəzidirlər. Bizim oğlanlarımız da bu yaşda olarlar. Sənə demişdim, Davud bizim oğlanlarımızın işini araşdırıb, onların sağ olduğunu öyrənib. Qurban olaram sənə. Tap mənim uşaqlarımı. İndi desəm ki, oğullarınız içəri girəcək, neyniyərsiniz? Mən heç neyniyəcəyimi təsəvvür edə bilmirəm. Davud, əkizlərim sağdır. Onları tapmışsan. Davud, de onların yerini mənə. De onların yerini mənə. Biz buradayıq. Ne? O 22 il əvvəl siz uşaqlarınızın olacağını bu evdə bilmişdiniz. Sonra 9 ay bu evdə onların yolunu gözləmişdiniz. Sonra elə bildiniz onlar ölüb. Biz buradayıq. Həmən o əkiz uşaqlar da buradalar, mənim qardaşımla mən. İndi siz mənim oğlanlarımsınız.
kırılar. Azad müəllim evdə. Yox. Atam yenə nəsə eləyib? Yox, onunla danışmaq istəyirdim. Bu uşaq kimdir? Ha, deyəsən yadıma düşdü. Anası sənə etibar eləmişdi bu uşağı, hə? Maşallah, böyüyüb. Belə bilməni istəməzdim, amma başqa əlacım yoxdur. Yunis öz əsl ailəsindən yaşamalıdır. Nataban xala, onlar mən istəmirlər. Gəl gedək. Bir dəqiqə. Nataban, bəlkə danışasan? Sahib, Yunis atanın hamıdan gizlətdiyi oğludur. Sənin qardaşındır, sahib. Bilirsən ki, Yunisin vəkaləti hamısı mənim adımdadır. Tezliklə o pulu sizin adınıza keçirəcəm. Nail Nəsibli. Eşidirəm. Qatarın getdi. Olar buradan ona öz salamlarımı yetirim. Vaxtım var. Küləklə gəlmisiniz. Deyəsən, dəlil sübutunuz çoxdur. Hə, sənə sübut lazımdır, hə? Sizə lazımdır sübut. Vaxtınızı alıram burada. Düzdür. Gözümün işığı. Gəl bir maç edeyim sən. İstər misin? İkinci bir sübut da var. Mən. Başa düşmədim. Sənin yaxın dostun var da, Rafael. Ay sağ ol. Onun əkiz oğlanlarından biri mənəm. Səni bilirsən nə çox istədim? Sən oynamağı yaxşı bacarsan. Mən də oynaq parmağı. Kolay gəlsin. Apa. Yavaş, əlini yandırarsan. Dərdimizin gülməlisi.
Yenə nə fikirləşirsən? Sənin elədiklərini. Bu söhbət hələ bağlanmayıb. İmkan verirsən ki, birini bağlamamış, o birisini açırsan. Ata! Nədir? Gözləmirdin? Natavan. Bəli, Natavan. Sənin eləmədiyini o qadın elədi. Sənin uşağına sahib çıxdı. Bəs bu uşağın günahı nədir? Onu aldatmağın azmış kimi, anası öləndən sonra ona atalıq eləmədin. Nəvələrin səndən nə nümunə götürəcəklər? Doğrusu mən utandım. Utandım. Sənin səhvlərinin nəticəsini bu uşaq çəkməməlidir. Bundan sonra o bizim evdə qalacaq. Mən sizə qardaş deyə bilərəm. Lap elə əmi də deyə bilərsən. Axırıncı dəfə bu günü səninlə bir yerdə yaşamışdım. Bundan sonra hər gün yaşayacaqsan. Çoxdandır belə biri iyə həsrət qalmışdım. Nə qəşəng dadlı yemək iyi gəlir. Nail bizi hər şeyə həsrət qoydu. Bir yerdə keçirəcəyimiz günlərə, pişirəcəyim yeməklərə, açacağımız süfrələrə, bir yerdə gedəcəyimiz yerlərə. Şükür. İndi olanlarımız yanımızda. Bütün ailə bir yerdədir. Bir neçə il əvvəl ən bədbəxt adam, indi dünyanın ən xoşbəxt adamıdır. Bundan sonra həyatımızda Nail kimi şərəfsizlər yox, oğlanlarımız olacaq. Sən get gizlən. Get. Elə çağırdın ki, heç bilmədiyi necə gəldi. Nəsə olub? Bu da mən. Qızlarımızı dəyişib. Sonra da sizin oğlanları satıb. İnsan nə qədər kinli olar. Mən də neçə il onun yanında qalmışam ki, məni Rafael'dan qoruyur. Siz oğlanlarınızı tapdınız? Hə, tapdıq. Davudla Nimətdir. Hansı Davud? Bizim Nargilənin oğlu Davud. Hə? Nailin oğlu Nemət? Nail Neməti özünə götürüb. Sən demə, Nail sonsuz imiş. Amma atıb Mirvarinin boynuna. Yazıq Mirvari. Ana ola bilərmiş. Yazıq deyil. Nailin bizim qızlarımızı dəyişdirdiyini bilirdi. Amma sustu. Bu qədər işi Nail tək başına necə görüb? Eşitdiyimə görə Naili tutublar. İndi həbsxanadadır. Şükürlər olsun ki, indi biz hamımız bir yerdəyik. Bundan sonra diqqətli olmaq lazımdır ki,
ikinci bir Nail aramıza girməsin. Götür də bu zəhər marayı. Hə, eşidirsən? Qulaq as, diqqətlə qulaq as. Əgər mənim kitabım bağlandısa, onunki də bağlanmalıdır. Sən onu öldürməlisən. Hə. Bir dəqiqə. Sədaqətinə görə çox sağ ol. Davud, mənim oyunumu sən apara bilməzsən, ancaq o apara bilər. Ne var? Niye gelmişsiniz? Bizi bağışla. Nene. Gel böyle elə. Bizi kapıdan kovma. Siz büyük sözlü kulak asan zibilsiniz. Arette olun buradan. Ana. Değer gözü ana. Ana. Bilirəm ana. Xeyirsiz evlad olmuşam. Alçaq olmuşam. Mundar olmuşam. Məni kimsəsiz qoyma ana. Yalvarıram sənə. Nene. İllərdir gözümüzə də baxmasan. Anam atamdan qoşulub qaçıb deyən əvəvi də yadından çıxardımsan. Nene. Ne olar icazə versə ürəkdən nənə deyim. Nənə sevgisindən nənə sevgəm. Can balalar. Aylin. Aylin. Ne olur gitme. Aylin. Sana bakışı demeye yüzüm gelmir. Bilirəm. Sizə gözəl həyat vermək əvəzinə həyatınızı körlədim. Adım at olsa da, amma atalıq sevgisi vermədim. Yalvarıram. Mənə şans verin. Şanslarından çoxdan istifadə elədin sən. Natava. Qurban olsun Natava. Bilirəm, elə qələt eləmişəm ki, başqası olsaydı, üzümə belə tüpürməyə çox görərdim hələ. Amma sən başqası deyilsən, sən Natavansan. Dəniz. Məni bağışla Dəniz. Mən belə yaşaya bilmirəm. Elə bilin ki, evinizə bir dilənçi gəlir. Axı, mən sizdən nə istəyirəm? Yalnız bağışlanmağını istəyirəm, vəssalam. Bizim evimiz karvansara qapısı deyil ki, hər istəyən qapını döyüb girsin içəri. Qızım, bilirəm, böyük qələt eləmişəm. Yalvarıram sana. Əgər vaxtı zaman dəyişsəydilər, mən belə eləməzdim. Məni bağışlayın. O çəkdiyini çəkib. Demirəm ki, indi onu bağışlayıb sevəsiz. Amma heç olmasa nifrət eləməyin.
səhvləri ilə, pislikləri ilə. O yenə də sizin atanızdır. Kızlarım, kızlarım. Ana, ata, sizdən bir şey xahiş eləmək istəyirəm. Hiç bilmirəm nədən başlayayım. Gəl elə lap əvvəldən başlayaq. Söz verirəm ki, bu mövzuya bir də qayıtmayacağıq. Sən mənim qızımın anasısan. Bir də istəyirəm ki, aramızda olan münasibətlər ömrümüzün sonuna qədər bir sir olaraq qalsın. Elə hər şeyi yaddan çıxaraq. Mən artıq hər şeyi yaddan çıxardım. Nemət, oğlum bir dənə. Kəmalə, məni bağışla. Bilirəm, nə desəm də, neynəsəm də faydası yoxdur. Amma inan ki, səni görən kimi, daha doğrusu görən günü, Nemətin sənin oğlun olduğunu bildim. Sağ ol ki, bu neçə illər ərzində oğluma analıq elədin. Onun əziyyətini çəkdim. Çox sağ ol ki, belə tərbiyəli oğul böyütmüsən. Onun əsl anası sənsən. Kəmalə. Mən sadəcə onu dünyaya gətirdim. Amma gecələr əziyyətini sən çəkdin. Xəstə olanda yuxusuz gecələri sən keçirdin yanımda. Səhər məktəbə sən yola saldın. Məktəbdən sən qarşıladın. Hər zaman sən yanımda oldun. Nemət, oğlum, bir yalına görə səni böyüdən ananı silə bilmərsən. Ana. Nə yaxşı ki, mənim yoxluğumda Mirvari sənin yanında olub. Sənə dayaq oldu, analıq elədi. Məni qaytardı. Nemət, oğlum. Kəmalə dediyi qədər də sənə yaxşı baxa bilməmişəm. Məni bağışla. Sən də məni bağışla. Bağışla məni, anam. O dəqiqə atıb getdim səni. Nə olar? Mən də özünüzlə aparırım. Evinizi yığışdıraram, qablarınızı suyaram. Yeməyinizi pişirərəm. Tək məni oğlumdan ayırmayın.
bura vicdanımla tək qalmaq üçün ən əlverişli yerdir. Vicdanınızla baş-başa qalmaq istəyirsinizsə, çıxın gedişin biraz. Bəzi adamlar vicdanının səsini eşitməyəcək dərəcədə kar olurlar. Əslaf, sən bunu necə eləyə bildin? Biz sənə qardaşlıqdan başqa neynəmişdik axı? Yaxşı, sənin işin bizi ilə idisə, ailəmizdən nə istəyirdin? Uşaqlarımızın günahı nə idi? Bir dəqiqə. Mən həyatda nəyim çatmırdısa, nəyim yox idisə, ağlımla ona nail olmuşam. Vəssalam. Sən bizsiz heç nəyə nail ola bilməzdin. Bizə görə sən hər şeyə nail olmusan. Sən çox zəif, aciz, bacarıqsızsan. Yox, elə deyil. Bacarıqsız o adama deyərəm ki, 22 ildən sonra öz ağlına görə yox ha, təsadüf nəticəsində doğma qızını tapsın. Müşahidə eləmək valla çox maraqlı idi mənim üçün. Deyirdim, görəsən bu özünü ağıllı sayan adam neçə il hələ qanı qanından, canı canından olmayan bir uşağa evladım deyəcək. Və sonra lazım gələndə onu qoruya bilməyəcək. Aha, xəbərin yoxdur hələ. Dənizdən soruş. Sonra da o uşağa mənim böyütdüyüm oğul sahib çıxacaq. Rafael, sənin böyütdüyün yox ha. Sənin tərbiyə verdiyin yox. Sən o Rafaelsən ki, evladlarını itirmiş, dərddən az qala ağlı başından çıxan zəif bir qadının ən çətin vaxtında, ən çətin məqamında ona bıçaq çəkdin. Bıçaq yan keçdi, ölmədi. Nə olsun? Qatil sayılırsan da, neçə il həbsxanada ona görə cəza çəkmisən. Mən o qadını öldürmədim. Mən sənin arvadını öldürmədim. Mən onu xilas elədim. Oğlanlarından birini özüm saxladım, göz bəbəyim kimi saxladım. O birini isə tərbiyəli, əxlaqlı, halal bir adama verdim. İndi gəl, yığ ailəvi başına. Nə yoğurdum, nə yaptım. Hazırının naziri sizsiz. Ona görə də mənim vicdanıma müzakirə və mühakimə eləmək, cənablar, sizə düşməz. Xoş gəldiniz. Allah. Aferin. Çox təsirli monoloq idi. Sahib! 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 Bir dəfə mən ona aldanıb türmədə yatmışam. İstəmirəm ki, sən mənim elədiyim səhvi təkrar eləyəsən. Onsuz da öz cəzasını çəkəcək. Gedək. Gedək sahib.
Birinci dəfə səni görəndə belə bir təhər oldu. Çox doğma gəldin mənə. Amma açığı deyim, mən səni görən kimi dedim ki, nə dövülməli canı var. Hə, balaca, duraram ayağa, səni burada sürüyərəm. Mən səndən 2 dəqiqə böyüyəm. Sən məndən böyük. Mənim anam mənə dedi ki, birinci orada olan uşaq daha belə şirin, daha qəşəng. Yəni öz evi yoruma mən olmuşam. Ona görə 50 ildir bir dənə qızdan hə cavab ala bilmirsən. Hə? Üzümə bax. Yaxşıdır, zarafat elədim. Ulan, məktub yazmışdın, onun axı nə oldu? Yadımdan çıxıb heç maraqlanmamışam. Sən mənim canım, bir dənə o qızın şəklini göstər görüm. Kim deyir o belə gözəl görsək oğlana yox deyir. Hə, neynirsən, neynəmət, qalıb. Yaxşı da sən mənim canım, bir dənə baxım da. Qardaşımsan deyə göstərirəm, ha. Qəşəkdir, hə? Hə, qəşəkdir. Deyəsən, xəstələnmirsən. Çay iç. Çayın xeyri var. Yox, xəstələnməmişəm. Amma o qədər çay içmişəm ki, belə yesə doğrudan xəstəxanalıq olacam. Sözdə adam oxşayırsınız, hə? Eşidirik. Xeyr ola? Mənlik bir şey yoxdur. Bizi bura Nimət göndərib. Amma yaxşı bir iş üçün göndərib. Göndərib ki, xeyri iş üçün göndərib. Natəvan, bunlar özlərini yaman itirə bilər. Gəl özümüzü elə aparaq ki, göyə heç nə başa düşmürük. Bəlkə kömək eləyək. Yox. Qız evi, naz evi. Gəl biraz naz eləyək. Harada qaldıq? Nemətdə. Nimət. Deyirəm, Nimət yaxşı oğlandı, pis oğlan deyil. Biz də bilirik, Nemət yaxşı oğlandı, pis oğlan deyil. Amma başa düşmürəm, Nemətin bura nə dəxli var? Siz niyə Nemətdən danışırsınız? Elçiliyə gələndə nədən danışarlar? Elçilik? Necə yəni elçilik? Neyniyik? Bizdə də belə alındı da. Nə uşaqlarımızın doğulduqları günü, nə də ad günlərini qeyd edə bilmədik. Nə universitetə girməklərini, nə əskəriyə getməklərini qeyd edə bildik. Elə birbaşa bura elçiliyə gəldik. Bəlkə də siz bizim kimi valideynləri olan oğlana qız vermərsiniz. Amma bizə görə yox. Nemətin özünə görə razı olun. Düzü, mən özüm düzgün həyat yaşamasam da, oğluma Nemətə. Oğluna.
Oğlum Nemətə gözəl tərbiyə verməyə çalışdım. Onu xeyirxah, mərhəmətli böyütdüm. Burada həyatlarını korlanmağa göz yumduğum iki qadın əyləşib. Gəlin bugün bu barədə danışmayaq. Biz çəkdiyimizi çəkdik. Bir də bu hissləri yaşamayaq. Övladlarını dəyişdirdiyimiz iki qadının qızını istəməyə gəlmişik. Bəlkə də mənim burada danışmağa, hətta oturmağa haqqım yoxdur. Amma mən bunu Nemət üçün eləyirəm. Mən onun üçün hər şey eləyərəm. Məni bağışlayın. Siz xeyirxah, mərhəmətli insanlarsınız. Mənim xətrimə Nemətə yox deməyin. Qızınız Dənizi, oğlumuz Nemətə istəyirik. Dəniz mənim gözəl qızımdır. Mənim körpə quzumdur. Vallahi imkanım olsa sinəmi yararam. Qızımı ürəyimdə gizlədərdim ki, ona heç bir ziyan dəyməsin. Mən Nemət də çox yaxşı tanıyıram. Bilirəm ki, Nemətdən də ona bir ziyan olmaz. Amma məncə son söz onları böyük əzab-əziyyətlə böyüdən, gecə onların başlarının üstündə daim oyaq qalan, yatmayan analarımdır. Qoy son sözü onlar desin. Əslində biz Dənizlə çoxdan söhbət eləmişik. Onlar Nemətlə bir-birlərini çox istəyirlər. Dənizin də cavabı 80% hədir. Amma mən istəyirəm ki, bugün son qərarı Natəvan xanım versin. Yox, bu sənin haqqındır. Natəvan, bugünə qədər Dənizin həyatında çox vacib qərarlar vermişəm. Amma bugünkü qərarı sən verməlisən. Mən nə deyə bilərəm? Onlar bir-birlərini istəyirlərsə, Allah xoşbəxt eləsin. Amin. Allah xoşbəxt eləsin. Naildən məktub. Elədiklərimin hamısını sənə görə elədim. İstədim o padrukalarından seçilməyəsən. Sən də onlar kimi ürəklə gəzəsən. Həyatda itirməkdən qorxduğum tək insan sən idin. Ailəm bircə sən idin. Bağışla məni. Aylin çağırmışsan ama danışmırsan. Ne olub? Sözləri qutarıb baxmağa çağırıb. Aylin, nə deyəcəksən tez, sən də cavab tapırsan. İstəyirsən. Davud, mənim əslində sözüm sənədir. Nemətlə Dənizi də burana görə çağırmışam ki, mənim səmimi olduğuma inansınlar. Səhvimi başa düşdüyümü görsünlər. Nə səhv eləmişsən ki sən? Birinci səhvi sən eləmişəm. Sən mənə yazdığın məktub var idi.
onu dənizə göstərdim. Güya ki, Nemət yazıb mənə. Sən bilirdin Nemət? Davud, sən o telefonda şəklini göstərəndə bildim ki, bunu sevirsən. Birinci sənin hisslərindən oynadım. Sonra da dənizin. Amma gec də olsa başa düşdüm ki, əsl sevginin qarşısında heç kəs dura bilmir. Heç kəs. Bəlkə də indi fikirləşirsən ki, mən Neməti doğrudan sevmişəm ya yox. Amma onu da bilmirəm. Aylin, lazım deyil, çox dərinə getmə. Bircə onu bilirəm ki, bunların hamısını dənizə görə elədim. Yəni, bütün olanların səbəbkarı dənizi bilirdim. Dənizdən acıq çıxmaq istəyirdim, başa düşdün. Bütün bunlar da sevgimi artırdı. Başa düşürsən. Davud. Bacarsansa bağışla. Nail. Nə yaxşı. Nə yaxşı gəldin. Nail, mən bağışla. Mən o gün sənə çox acıqlanmışdım, əsəbləşmişdim sənə. Sonsuzluq məsələsinə görə elə bilirdim ki, məndən gizlətməklə qəsdən mənə əzab vermək istəyirsən. Amma indi gözüm açıldı, hər şeyi başa düşdüm. Onlar yadıma düşdü. Keçmiş. Onlar uşaq gözləyirdilər. Mənə acıq verirdilər. Amma sən bu imkanı onlara vermədin. Məni tək qoymadın. Arxasız buraxmadın. Başa düşdüm ki, bu dünyada səndən başqa heç kimim yoxdur. Sənin üçün bunları pişirib gətirmişəm. Sən xoşdursan belə şeyləri. Çayla içərsən, dedim, bəlkə buradakı şeyləri sevmirsən sən. Bağışla məni. Bağışla.
gəlmədi? Yox, Mirvariyə bayaqdan zəng edirəm. Telefonda zəng çatmır. Bilmirəm, mən çox həyəcanlıyam. Qız, həyəcanlanma da, hər şey superdir, əladır. Özün də gör nə qəşəng göstərsən. Gəl bura. Sakitləş, sür. Deyirəm şükür Allaha ki, qızlarımız barışdı, əsir bacı kimi oldular. Bu günləri bizə qismət oldusa görməyəm. Bundan artıq heç nə istəmirəm. Ay qız, bədbəd danışma. Bizim görəcəyimiz günlər ələm qabaqdadır. Nəvə böyütməliyik. Özü biraz ağır apardı. Nə oldu, evdə qalmışdım. Mənim qardaşım. Nişan mənimdə özüm bilirəm. Təbrik eləm, mənim balaca qardaşım. Bir dəqiqə. Mən səndən 2 dəqiqə böyüyəm. Qıraqdan baxanda hiss olunur. Hə, deyirəm başlamaq lazımdır. Hörmətli qonaqlar, əziz ev sahibləri. Nimət bəy, Dəniz xanım, zəhmət olmasa bura gəlin. Kəmala xanım, Sahib bəy, Səhər xanım, Natəvan xanım, Şadman bəy, siz də zəhmət olmasa bura gəlin. Əvvəla sizi, hamınızı bu gözəl övladlarımızın bu xoş günündə şahidlik eləməyə xoş gəlmişsiniz. Sözü çox uzatmayacağım. İstəyirəm hamımız birlikdə onlara xoşbəxt olsun deyək. Xoşbəxt olsun. Uşaqlar da bizim şahidliyimizlə ömürlük həyatlarını bir-birinə bağlamağa söz versinlər. Zəhmət olmasa üzükləri oradan gətirin. Mən gətirərəm. Ömrümün axırına qədər səni sevəcəyimə söz verirəm. Ömrümün axırına qədər sənin gözlərimə bax belə sevgilə baxacağıma söz verirəm. Allah xoşbəxt eləsin. Mirvari. Ay Mirvari.
Ay Mirvari. Mirvari. Cəhənnəmin özünə yoxdur heç güman, ey dost. Cənnətə hansı xəyal ilə daxil olmalıyız?
Harda qaldın ana? Maşın xarab olmuşdu. Taksiyle gəlmişəm, yolda az qala dəli olurdum. Xoşbəxt olun mənim balalarım. Həmişə bir-birinizi sevin. Allah sizi bir-birinizə çox görməsin. Nə qədər ki nəfəsim var, sizin yanınızda olacağım. Sağ olun. Səhər, xoşbəxt olsunlar. Təbrik edirəm. Rafael. Anam, anam. Ağlama oğlum. Ağlama. Sizden aldığım hayatı gec de olsa geri qaytardım. Benim aziz balam. Ana.